Unicode əlifbasında yazılmış 512 kilobaytlıq faylın hər səhifəsində 64 sətir, hər sətirdə 128 simvol var. Deyilənləri nəzərə alaraq fayldakı səhifə sayını tapın. Mətn faylının həcmini tapmaq üçün əvvəlcə ondakı simvolların sayını vurmalıyam nəyə? Bir simvolun həcminə. Buna bərabər edirəm nəyə? Ümumi həcmə. İndi ümumi həcmim var. Ümumi həcmi bizə göstərir ki 512 kilobaytdır. Bir simvolun həcmi də Unicode əsasən tapdıqda 2 bayt edir. Qalır bir də simvolların sayını tapmaq. Simvolların sayını tapmaq üçün nə dedik? Necə yazmalıyıq? Səhifə sayını vurmalıyıq sətir sayına. Buna vurmalıyıq simvol sayına və ümumi simvolların sayını tapırıq. İndi burada bizə tək məhsul olan səhifə sayıdır. Ona görə səhifə sayına bir x deyirik. Bunu vururuq. Sətirlərin sayı olan 64-ə, yəni ki 2 üstü 6-ya. Buna vururuq simvolların sayı olan 2 üstü 7-yə. X-i saxlayıram. 2-nin qüvvətlərini toplasam, bu da bizə 2 üstü 1-dir. Edir 2 üstü 14. Bərabər edirəm. 2 üstü 9 vur. Kilobaytı da bayta keçirək. Olsun 2 üstü 10 bayt. Bu formada. X-i tapmaq üçün nə edəcəm? Xətti tənliyi həll edəcəm. 2 üstü 19-u böləcəm 2 üstü 14-ə. Və yekun nəticə alacağım 2 üstü 5. X-in cavabı neçə oldu? 2 üstü 5, yəni ki 32 səhifə. Bu qədər. Cavabım olur 32 səhifə.